Son olarak qalmışdıq biz 35-dən sual tapmaq yolunda. Demək, burada necə idi? E, Plus 5 oldu burada, yadınızdadırsa əgər. Sonra daha sonra minus 6 oldu. Növbə neçədə idi? Bölməkdə idi. Bölüb 7-yə böləcəkdik və 35-i də 7-yə böldükdə ifadənin qiyməti 5,70 olacaq. Növbəti. 6-cı sual operatorlar mövzusuna aid olan bir sualdır. Baxırıq ki, burada bizə belə bir üçbucaq operator və kvadrat operatordan ibarət bir sual verib. Gəlin üçbucaq operatorun nə işə yaradığına baxırıq. Üçbucaq operatoru nə işə yaradığına baxırıq. 168-dən 714 alıb, gedib. 1 ilə 6-nı topladıqda ifadənin qiyməti 7 eləyər. 6 ilə 8-i topladıqda ifadənin qiyməti 14 eləyər və bunu 3 rəqəmli formatında yazıb göstərib sizə. Hər birini yoxlaya bilərsiniz, o cürdür. 2 ilə 4-üm 6 eləyər, 4 ilə 9-um 13 eləyər və bunu üçbucaqların hər birinə görəcəksiniz. Okey, bəs kvadratın əməliyyatı nədən ibarətdir? Gəlin, istənilən birisində baxaq. Məsələn, kvadrat 621 operatordan 15 almış olub. Nə edib? Bildiyiniz birinci rəqəm, verilən rəqəm kvadratından çıxıb sadəcə olaraq yanındakı 2 rəqəmini və ifadənin qiyməti həqiqətən də 15-i alır. O zaman biz davam edək. Görək, üçbucaqda da həqiqətən o cürdürmü? 357 üçbucaq operatordan nə edib? 3-ün üzərinə 5 gəlib 8, 5-in üzərinə 7 gəlib 12. Və 852 kvadrat operatordan 52-ni alıb görə, doğrudurmu? 8-in kvadratı eləyəcək 64 və ondan biz 12 çıxdıqda həqiqətən də ifadənin qiyməti 13-ni almış oluruq. Eyni qaydada 529-dan nə edərik? 5-in üzərinə 2 gələrəm 7, 9-un üzərinə 2 gələrəm 11. İndi bunun qarşısında kvadrat operator var. Nə edərəm? Kvadrat 711-dən 7-nin kvadratı 49-dan çıxarıb 11-i ifadənin qiyməti eləyər 38. Kakurov Dövlət İmtahan Mərkəzinin ümumiyyətlə çox sevdiyi sual tipləridir, yaxın oyunları. Bu da həmin oyunlardan biridir. Desəm ki, hər kəs Kakurovu bilir, bəzi insanlar deyəcək ki, xeyr, bilmirəm, lakin amma hər kəs toplamağı çox gözəl şəkildə bilir. Məsəl üçün, hər kəs bilir ki, 7-ni 3 gedişə biz yalnız 1, 2 və 4-ün cəmindən ibarət hesablaya bilərik. Onu məsəl üçün biz 6, 3, 1-in və yaxud da 7, 2, 1-in cəmi olaraq hesablaya bilərik. Qayda nədən ibarətdir? Çox başınızı ağrıtmaq istəmirəm. Qayda ondan ibarətdir ki, sətir və sütunda yazılan ədədlər təkrarlana bilməz olacaqdır. Yalnız siz 1 daxil, 9 daxil olan rəqəmlər ala bilərsiniz. Bax, burada gördüyünüz xanalarda. Deyək ki, burada bir sual işarəsi olsaydı, o zaman o sualı da həm də tapmağımız lazım olsaydı, onda necə edərdik? Onda belə edərdik. Sətirdə və sütunda verilən ədədlərin cəmi bir-birinə bərabərdir. Yəni 15 üstə gəl 13 üstə gəl 10 ifadəsi qiyməti bərabərdir. Elə 23 üstə gəl 8 üstə gəlinsin x-ə. Buradan ifadənin qiyməti neçə eləyər yoldaşlar? 38 bərabərdir. 31 üstə gəl x ifadəsindən həqiqətən də x-in 7 olduğunu tapdıq. Sadəcə deyirəm, versəydi nə edərdik? Qaydasını da öyrətdim sizə. Kakurov sadəcə ədədləri toplayaraq sətir və sütunda verilən rəqəmləri və ədədləri tapmağımızdır. Başqa bir şey deyil. Baxın, 1, 2, 4-ü mən bu formatda və yaxud da bu formatda necə yazacağımı bilmirəm. Bunun bir neçə 6 forması var. Mən hansını hara yazacağımı. Ona görə bu çətindir. Biz ən asan olan, yəni daha çox ipucu olan yerdən başlamalıyıq. Yəni seçimimiz az olsun, yazacaq yerimiz az olsun. Oradan yola çıxırıq. Bu 23-dür. 23-ü biz 3 dəfəni yalnız 9, 8 və 6-nın cəmindən göstərə bilərik ki, 23 ala bilirik. Ən böyük rəqəm 9-dur. Sonra ən ikinci böyük rəqəmi 8 gəlirik. 7-ni gəlsəydi 24 alardıq, ona görə biz 6-na gəldik. Gəldiyimiz ədədləri elə toplamalıyıq ki, onlar bir-birinə təkrarlanmasın. Deyək ki, 9, 8, 6-nı mən necə bölüm? Solda verilən ədədlərin böyüklüyünə uyğun olaraq, məntiqinə uyğun olaraq biz bölsək, görək sonu necə olacaq? 9, 8, 6-nı buraya yazsaq. Növbəti. 6-nın 2 qaydası var idi. Onun 2 qaydası var idi. 7, 2, 1 ya da 6, 3, 1 kimi qeyd eləmək. Başlanğıcda 6 olduğunu gördümsə, demək digərlərinə 3 ya da 1 yazmalıyam. Düşünsək ki, 8 7-dən böyükdür. Mən bura 3 yazsam, görün nə olacaq yoldaşlar? Bura 1 düşəcək. O zaman 8-dən 3-ü çıxdıqda ifadənin qiyməti 5 eləyər. 5-i 2 dəfənə bölmək üçün 4-dən 1-dən istifadə eləməliyəm. 4 də 15 o böyük olduğuna görə yazarım bura. Bura 1 düşmüş olar.
Növbəti 8 ilə 1-i toplayaram 9 eləyər. 13 almaq üçün bura 4 çatmır. İndi baxın, buranı da mən 2 qeyd eləsəm, necə olacaq? Tərtəmiz həll elədik, tapdıq. Baxa görə indi çətir üstündə səhvimiz varmı? 2, 4, 1-in cəmi 7-ni verir. 4, 1, 3-ün cəmi 8-i verir. 9, 8, 6, 23-ü verir. İndi sətr üzrə baxaq. 9, 4, 2-nin cəmi 15-i verir. 8, 1, 4, 13-ü verir. 6, 3, 1, 10-u verir. Və sətr üstündə hər hansı bir verilən təkrarlanmıyor. Demək, smalik yerində bizdə cavab 8 olmuş olacaqdı, yoldaşlar. Bu da bizim Kakronun asan sayılmır, çətin və ortada sayılmır. Yəni, asan orta deyək də arasında olan bir test nümunəsi idi. Məqsədimiz belə çox çətin suallar salınmaqda odur ki, sizlər sadəcə də həvəsli olub öyrənəsiniz. Məntiqdən gözünüz qorxmasın, yoldaşlar. Çubuqlar. Fikir verirsinizsə, mən daha çox oyunlara köklənmişəm burada. Çünki bir çox tələbələrin internet sosial şəbəkələrdə, YouTube kanallarında elə də ürək istəyən kimi izahlar tapa bilməməsidir və bunu qəsdən bu formatda salmışıq ki, rahat şəkildə burada suallarına cavab tapa bilsinlər. Bizə 12 çubuq verir. 12 dənə nömrələnmiş çubuqdur, 1-dən 12-yə qədər. Hər bir çubuqların bir-biri ilə əlaqəsi vardır, yoldaşlar. Bunlar sanki bir ilə birləşərək bir toplu yaradırlar, qrup yaradırlar, dəstə yaradırlar. Bax, həmin o dəstələrdə hansı böyük dəstədir, hansı kiçik dəstədir, biz onları gəlin tapaq. Təbii ki, soldan sağa yazacağımız bir toplum olduğumuz üçün biz, yəni vətəndaşlar, insanlar olduğumuz üçün bizim əlifbamız soldan sağa yazmaq öyrəşdiyi kimi biz soldan başlayarıq işləməyə. Baxıram ki, bir nömrəli çubuqdan mən sağdan doğru gəldikdə işarə eləyərəm. Bax, sanki biri yazıram. O harada getdi, dayandı? 4 nömrəli çubuqda dayandı. Demək, 4-dən 1-dən 4-ə qədər gəldi. Növbəti 4-dən dayandığımız yerdən başlanğıc eləyərəm. 4-də başlayıb bitən yer varmı? Bəli. Harada bitir? 8-də. 4-dən demək gəldi 8-ə, yoldaşlar. Bir də 8-dən başlayan yer varmı? Hər hansı bir yer. Bəli, var. Gəlir harada bitir? Elə 1-də bitir. Demək, bunlar bir dəstə oldular. 1-dən 4-ə, 4-dən 8-ə, 8-dən də 1-ə. Sanki bunlar bir dəstədirlər. Bunlar dostlar, yoldaşlar, bir-birləri ilə dostluq münasibətləri var. Bu bizim birinci komanda. İkinci komandanı tapmaq üçün baxaram. Burada bir neçə suallar yazırsınız. İnanın, çatdırıb bilmirəm, oxuya bilmirəm. Üzrlü sayasınız. Yox, necəsiz müəllim? Keyfiniz, əhvalınız necədir, Əli müəllim? Xoş gəlmişsiniz, əzizim. Teşekkürler. Siz bizim sözümüzü bölməzsiniz, ayıb olar. O nə deməkdir? Əli müəllim mənimlə çiyin-çiyinə çalışan bir kolleqamdır. Çox savadlı gənclərimizdən biridir, yoldaşlar. Niyə gənc deyirəm? Çünki o həqiqətən gəncdir. Mən qocalmışam artıq. Yerimizi gənclər tutur və Aramızda 4 yaş fərq var. savadlı yoldaşlar artıq həqiqətən də dərs deyir digər tələbələrə və biz çox sevinirik. Çünki bizlərin məqsədi burada mən qazansın, o qazansın, bu qazansın deyil. Burada dövlətimiz qazansın, xalqımız qazansın, millətimiz qazansındır. Öyrədən kim olmağından asılı olmayaraq öyrənən bizim vətəndaşlarımız, bizim millətimizdir ki, sabah o yoldaşlar gəlib bizə, həmin şəxslər bizə, balalarımıza, bizim öz millətimizdən olan insanlarımıza dövlətin hər hansı bir orqanlı sektoru olsun, fərq etməz, başqa bir yer olsun, özəl sektor olsun, xidmət edəcəklər. Okeymi? Ona görə xoşdur bizə ki, savadlı gənclərin sayı günü-gündən artır. Nə xoş bizə. Əli müəllim, hər hansı bir sözünüz varsa, istənilən zaman səs aça bilərsiniz, istənilən bir izahlar verə bilərsiniz. Bu bizim üçün də xoş olar, heç bir problem olmaz eləsin. Heç vaxt da düşünməyin ki, sözünüzü bölmüş olarsınız. Mən istəyirsiniz bunu bitirim, sonra sözü sizə verərəm. Ürəyiniz istəyən sualı da izahını verə bilərsiniz. Heç bir problem deyil. Davam edirəm. Demək, 2 nömrəli çubuqdan başlayırıq. Artıq bir istifadə olunduğuna görə 2-dən başlayıram. 2 buradan başlayır, ta ki gəlir 6-ya doğru. Yazaram 2-nin də gəldi 6-ya doğru davam elədi. Növbəti 6-da başlayıb bitən varmı? Bəli, 6-da başlayıb bitən var. 10-a doğru getmiş olur. Növbəti 10-dan başlaya birisi varmı? Gəlir haraya doğru? 3-ə doğru. 3-ü də buradan bir yazaq. Və 3 də soğukman 2 ilə birləşəcək. Bəli, 3 də 2 ilə birləşdi və bunların da bir komandası belə yarandı. Dəstələri belə yarandı. Növbəti baxış keçirirəm. 1 getdi, 2 getdi, 3, 4 getdi, 5-dən başlayırıq artıq fikir verirsinizsə. 5 gəlir, 9 ilə birləşir. 5, 9 da birləşdi yoldaşlar. 9 gəlir, görək neçə ilə birləşəcək. 12 ilə, daha sonra 12 də 11 ilə, 11 də o yazaq bunlar çox oldu. 5-dən 9-a, 9-dan 12-yə, 12-dən 11-ə, 11-dən 7-yə gəldi deyəsən, səhv etmirəmsə eləmi? 11-dən 7-yə gəldi, bəli. Və 7-də də başlayan 5-də qurtarır.
11-dən 7-yə, 7-dən də 5-ə. Artıq biz bütün xətləri fikir verirsinizsə istifadə elədik yoldaşlar. Bizim hər hansı bir dəstəmiz qalmadı ki, onu tapmayaq. Demək, burada 3 komanda yarandı. 1, 4, 8 komandası, 2, 3, 6, 10 komandası və sağda gördüyünüz ən sonuncu komanda. Və indi məndən istədiyi nədir? Mənə deyir ki, çubuqların bir-biri əlaqəsini tapın. Və dəstələrin ən böyüyü ilə ən kiçiyinin fərqini, yoxsa cəmini deyir, cəminin fərqini tapın, okey. Demək, ən böyüyü sayıram 1, 2, 3, 4, 5 rəqəm ədəd burada iştirak edir. 3 ədəd isə burada iştirak edir. Burada isə 4. Demək, ən böyüyü budur. Bu komanda ilə, yaşıl komandası ilə, qırmızı komandanın rəqəmlərinin cəminin fərqini tapacam. Bu komandanın rəqəmlərinin, ədədlərinin cəmi nə qədər eləyər? 5, 7, 11 eləyəcək 23, üstə gəl 9 eləyəcək 32 və üzərinə də biz 12-ni gəldikdə, sorry, 41 üzərinə 12-ni gəldikdə eləyər 43, eləmi? Növbəti baxıram. Növbəti baxıram. Yoxsa 44 elə bağışlayın, sorry, 44 elədi. 12, 11 elədi, 23, 30, 35 və 44 elədi, bəli. Bu 44-dən mən çıxmış olaram. Solda verilən 8, 4, 1-in cəmini. Bu da eləyər nə qədər? 13. 44-dən də 13 çıxdıqda biz ifadənin qiymətini 31 tapmış olaraq. Hələ gəlin görə 31 cavabımız varmı bizim? Bir baxaq icazənizlə. Bəli, var imiş yoldaşlar. Var imiş. Gəlirik tələbələrin ən çox yanıldığı və qorxduğu, heç yaxın durmaq istəmədiyi bir mövzuya. O mövzu ki, qrafiklər mövzusudur. O mövzu ki, çox asan şəkildə bunu biz düsturu ilə həll edə bilirik. Niyə də bunu edə bilməyəsiniz? Bir var təxəyyülə söykənən mövzular. Təxəyyülə söykənən mövzuları etmək çox çətindir. Okey, bu insanın həmin anda görüb görməməyəcəyinə asılıdır sual tapmaq. Amma düsturla olan sualların istənilən birisini həll etmək çox rahatdır yoldaşlar. Mənə deyir ki, aşağıda bir qrafik verilir. Qrafik əsasən 150 ədəd çörəyi neçə kiloqram undan bişirmək mümkün olar? Bunun üçün biz iki qrafikdən istifadə edəcəyik. Birincisi, xəmirin kiloqramı verib və unun kiloqramı verib. Daha sonra çörəyin sayını verib və xəmirin kiloqramı verib. Nə edərik? Birinci çörəkdən başlayalım. Ümumiyyətlə, gəlin sizə qrafiklər haqqında ən başda mən sizə məlumatlar verim ki, bunun düsturu budur yoldaşlar. X minus 1 bölünsün x2 minus x1. Burada x2 dəfə təkrar edim. Bərabərdir. Y minus y1 və bölünsün y2 minus y1. Burada dediyim rəqəmlər hamısı indeksdə yazılır. Qüvvətdə deyil. Nədir? Yanında deyil. Sadəcə olaraq indeksdə yazılan ədədlərdir. Bunları da bilməyimiz üçün bizim x, y oxunda x1, x2, y1 və y2-nin qiymətlərinin yerini tapmalıyıq. İlk olaraq biz baxdıqda nə gördük? Gördük ki, bu artan qrafikdir. Artan qrafikdir yoldaşlar. Hələ ki, düsturu silmirəm ki, gözünüzün önündə olsun. Qayda belədir ki, x oxu üzərində əgər sıfırdan sonra yalnız bir ədəd gəlirsə, o zaman ilk gələn, yəni mərkəzi nöqtə 0 elə x1-in qiyməti olacaq. Növbəti gələndə isə x2-nin qiyməti olacaq. Gəlin qeydlərimizə yazaq. x1-in qiyməti 0 oldu, x2-nin qiyməti 3 oldu yoldaşlar. Okeydir. y1 və y2-ni də gəlin tapaq. Hər zaman indekslər bir-biri ilə birləşir. O zaman qiymətləri də onların bir-birinə birləşmiş olacaq. Baxın. 3 ilə birləşən 40-40 xətti görürsünüz. Bir 10 rəqəmi birləşir. 10 isə y oxu üzərində yerləşən bir ədəddir. Demək, o hansı ədədlə birləşdi? 3 ilə. 3 nəyin qiyməti idi? X2-nin qiyməti idi. Yəni, indeksinə əsasən, demək, 10 da olacaq həmin o indeksdə olan ədədin qiyməti, yəni y-in qiyməti olacaq. Y oxu üzərində 10-dan savayı bir dənə ədəd qalır, o da 0-dır. Demək, y1-in qiyməti 0 olacaq yoldaşlar. Gəlin, biz indi bunu düşünək. Və mənə deyir ki, artıq mənim 150 dənə çörəyim var. Fikir verin. 150 dənə çörək. Deyək ki, 150 dənə çörək burada yerləşir. 150 dənə çörək üçün mən neçə kiloqram xəmirdən istifadə etməliyəm, onu tapmalıyıq. Okeydir? Rahatıq? Baxaq. Düsturun yerinə qoyacağım sadəcə olaraq. X-in qiymətini bilirik, yəni neçə kiloqram xəmir olduğunu bilirik? Xeyr, bilmirik. Ondan çıxarıq X1-i, yəni 0-ı. X-dən nəyə çıxırsansa, hansı ədəddən 0 çıxırsansa elə özü olduğu kimi qalar. X2-dən X1 çıxaram. Yəni 3-dən 0 çıxdıqda yenə də 3 etmiş olar, bərabərdir. Y-in qiymətini bilirikmi? Bəli, 150 olduqda neçə kiloqram xəmir olacağını tapırıq biz. O zaman 150-də mən çıxmış olaram. Neçəni? Y1, yəni 0-ı elə özü olduğu kimi qalacaq. Ondan da 0 çıxdıqda ifadənin qiyməti elə 10 olmuş olaraq qalar. Əgər ixtisarımız varsa ixtisarımızı edirik və çarpaz şəkildə vurub bərabərləşdiririk. Nə olur? X-i 1-ə vurduqda ifadənin qiyməti x edər, bərabərdir. 15-i 3-ə vurduqda ifadənin qiyməti 45 edər. Demək, 150 ədəd çörək üçün mənim 45 kiloqramlıq xəmir lazımdır.
Bax, 45 kiloqramlıq xəmir lazımdır. Biz bunu bildiksə, icazənizlə keçid edək. İndi baxırıq birinci qrafikə. İndi mənə deyir ki, əlimdə 45 kiloqramlıq xəmir var. Bax, gətirəm bunu 45 kiloqramı bura qeyd edirəm. Deyir 45 kiloqram xəmir nə qədər ondan istifadə olunacaq? Bunu taparıq indi. Biz bunu bilmirik. İndi x qiymətini bilmirik. İndi gəlin onu tapaq. Yenə də düsturumu silmirəm. Düsturum burada qalır. X1 oxu yenə də 0-dır. X oxu üzərində X2-nin qiyməti 3-dür. Y1-in qiymətini tapmaq istəyirsinizsə, yoldaşlar, çox rahat şəkildə. 3 nə ilə birləşmişdi? 5 ilə. 3 nəyin qiyməti idi? X2-nin. Demək, onunla birləşəndə eyni indeksdə olan ədədin qiyməti olacaq. Yəni, Y2-nin. 5-dən aşağı nə ədəd var? 0. Burada 0-ı gətirib qoyarıq. Eyni formada. Gətirib hesablayarım. Düsturumuzu yerinə qoyarıq qiymətləri. X-in qiymətini bilirəm. Bilmirəm. Hələ onu axtarıram mən. Olacaq X çıxılsın 0 elə X. 3 çıxılsın 0 elə 3. Bərabərdir. Y-in qiymətini bilirəm. Bəli, 45-dir. 45-dən 0-ı çıxaram. Elə 45. 5-dən 0-ı çıxaram. Elə 5. İxtisar varmı? Bəli, 1 ilə 9. X nəyə bərabərdir? Buradan 27-yə bərabərdir. Demək, 150 ədəd çörək üçün 45 kiloqram xəmir lazım idi. 45 kiloqramlıq xəmir üçün isə 27 kiloqramlıq bizə un lazım idi, yoldaşlar. Bununla da biz qrafiklər mövzusunda dair bir sualı həll etmiş olduq. Gəlirik şifrələr mövzusuna. Şifrələr mövzusunda biz demək, belə bir sualla rastlaşmışıq. Deyir, şifrəni həll edin, sual işarəsi yenə duran ədədi tapın. Burada verilən qələm açım icazənizlə. Burada verilən hərflər kodlardır. Yanında duran rəqəmlər isə qarşısındakı sözün neçənci hərfinin kodu olduğunu göstərir. Yəni, istəyirsiniz, gəlin belə sizin üçün göstərin. Paraşüt sözünü yazarsınız. Və mənə deyir K3 yazıb. Yəni, K3-cü yazının, yəni hərfin kodudur. Mən üzərində K yazaram. S birinci hərfin kodudur. Yazaram. X ikincinindir, Y 5-cinindir, 4-cü yenə də X-dir. Növbəti Ü ilə T qaldı, yəni 6 ilə 7-ci F ilə P. Yazdım bunları. Bunların hər birini bax qarşısına yazıb, bizə ehtiyac yoxdur. Sadəcə elə yoldan çıxın. Buradakı kodları ardıcılıqla yazın. Z, sonra gəlir X, sonra gəlir K, sonra gəlir 4 hardadır? C gəlir, sonra 5 gəlir, yəni o da X-dir. Sonra nə gəlir yoldaşlar? 5-dən sonra 6 və bununla da kifayət edir. Ya, belə 7 də var hələ. H yazaram, daha sonra A-nı yazaram. Əlimizdə olan kodlara əsasən hərflərini taparam. X olan yerlərə mən gətirib nə yazaram? A-ları yazaram. Sözümüzü asarıq, görək nə olacaq. Burada olan hərflərdən başqa nə var? C var. C-nin kodu P olacaq. C kodunun hərfi P olacaq. Bunu da yazdıq. Daha sonra K varmı? Bəli, R-dir. Bunu da yazarıq, yoldaşlar. Nə qaldı? H-dır, A-dır və Z-dir. Bunlar bu sözdə olmadığına görə mütləq şəkildə digərlərindən yola çıxacaq. Z görək harda kod olaraq var. Z bax burada var. Birinci deyir hərfin kodudur. Birinci hərf nədir? C. Z olan yerə gətirib C yazaram. Növbəti H-la A qaldı. H hardadır? 5-ci hərfin kodudur. Gəlirəm 5-ci hərf Y-dir. Yazdım. A-ya baxırıq. Harada A var? Oradan istifadə edərəm. A-da oradan harada var? Gözünüz görürsə mənə deyin. Mənim gözüm görmür. Heç A yoxdur burada deyəsən, eləmi yoldaşlar? Yoxsa mənim gözüm görmür. Yox, var imiş. O da buradadır. Heç buna qədər yoxdur. Yaxşı, o zaman biz variantlardan istifadə edək artıq. Neyini? Yəqin ki, mənim gözüm görmədi burada. Əgər A kodu olsaydı deyərdim. Yoxdur. Variantımızda çarpayı olacaq çox kimi. Okey, o da olacaq C variantı. Bununla da, bunu da bitirmiş olduq yoldaşlar. Növbəti, bu da şifrələr mövzusuna aid olan bir sualdır. Şifrələr mövzusuna dair ümumiyyətlə testləri həll etmək çox asandır. Əvvəl bu BA-ya düşürdü, BB-yə düşmürdü. Daha sonra sağ olsunlar BB-lər də sevindirdilər, üzrsən BA-lar da sevindirdilər və BA-ya da düşür. İndi digər AC-yə də düşür, ABS-nə də düşür, hər birinə düşür bu mövzu. Mənə bildirir ki, burada hər bir sözün qarşısında kodlar verib, daha sonra baxaq görək, ola bilər eyni olsun, eyni kod olsun. Xeyr, qarşısına verilənlər özünün kodu deyil. Sadəcə olaraq hər bir sözün kodları burada verilib. Yəni 5 sözün 5 kodu var. Onu göstərir. Sonra deyir, ayların üzərinə hansı bir yazılı sözü gəlməliyəm ki, laf sözünü alafbeç kodlaşdırılmasına. Gəlin baxaq. Bu kimi testləri həll etməyim üçün mütləq bizə nə vacibdir, nə lazımdır, deyin biləsiniz. Mütləq bizə lazımdır ki, birinci, ikinci, üçüncü və dördüncü sütunda və ya sütunda eyni duran hərflərdən biz ortaq nöqtə hərfləri tapıb yola çıxaq. Məsəl üçün, bütün sözləri baxsanız hamısı A ilə bitir. Biz çox rahat şəkildə A-nın hansı kod olduğunu tapa bilərik.
Demək A-nın kodu 1-dir yoldaşlar. Nə gözəl, nə asan. Yaxşı, biz ailənin kodunu tapmaq üçün çox da əziyyət çəkməyəcəyik. Çünki hər ikisi A ilə başlayıb, A ilə qurtarır bu sözümüz. Demək, 1 ilə başlayıb, 1 ilə qurtaracaq olan ailənin kodu olacaq. Yazaram. Ailənin kodu olacaq, 1 ilə başlayıb, 1 ilə qurtaracaq olan 1531-dir. İndi bu tənlikdir biraz da. Eyni zamanda burada laf sözünün kodlaşdırılmasını tapmalıyam. Bunun üçün gəlin yola çıxaq. Məsələn, baxıram ki, burada R və L-in kodunu tapa bilərəm. Yəni R hərfinin kodunu tapa bilərəm mən özüm üçün. R hərfinin kodunu necə tapacağam? Üçüncü sütuna baxıram ki, hamısı L-dir. Sadəcə 2 dənə R hərfi gəlir. Demək 2 dənə eyni təkrarlanan nə olacaq? R-in kodu olacaq. Yəni 8. Eləmi? 3, 3, 3. 3 dəfə təkrarlanır, amma R 2 dəfə təkrarlanır. Bəli. Onda biz rahat şəkildə L-in neçə olduğunu, 3 olduğunu tapacağıq. Demək bizim 1531-in üzərinə hər hansı bir sual gəlir. Laf sözünü yazır. Laf sözündə ilk L hərfi artıq 3-dür. Biz bunu bildik. Digər rəqəmlərini də yerinə təyin etməliyik. Təyin edəndən sonra bu 3000 neçədənsə 1531-i çıxarıq. Sualın da olduğu kodu tapandan sonra onu hərflərə çevirərik yoldaşlar. Növbəti yola çıxaram. Baxaq görə hardan yola çıxırıq, hardan nə tapa bilirik, zəhmət olmasa baxaq. Həmən burada Y ilə L-in, zaten L-in burada kodunu da tapa bilirdik. Yəni heç bir fərqi yoxdur. İstənilən prizmadan, baxış bucağından siz o hərflərin kodlarını tapa bilirsiniz. Bir də burada L var. Fikir verirsinizmi? L. Yəni orta ikisi sırası 2 eyni hərf gələn, yəni L-in də kodu 3 olduğunu biləcəyimiz 731 var. İkisi də 3 3-dür. Demək buradan E-nin kodunu biz tapa bilirik ki, nəymiş? 7 imiş. Növbəti bizə laf sözündə demək E hərfi kömək elədi. Tapdıq ki, sonu 7-dir. Əla, bunu qeyd elədik. Qaldı O və V hərfləri. Baxaq icazənizlə. E-nin 7 olduğunu bilirik. İkinci sırada 7-dən istifadə olunacaq bir dənə söz var, Vera sözündə. Demək, ikinci sırası 7 gələn həmin o Vera'nın kodlaşdırılmasıdır. Demək, buymuş yoldaşlar. 2781. Oradan da bildik ki, B-nin kodu nədir yoldaşlar? 2-dir. B-nin kodunu bax biz buraya yazmış olduq. Bir dənə O hərfi qaldı, eləmi? Onu da Loladan tapa bilərik. Yəni, birinci və üçüncü hərfləri eyni olan L hərfi. Yəni, L da neçədir? Kodu 3-dür. Demək, Lolanın kodu buradadır. Onda onun da kodu nə olacaq yoldaşlar? 4 olmuş olacaq. 3427-dən biz 1531-i çıxdıqda 6, burada 9, burada bir vahid vermişdik. 33-dən biz 15-i bəli 33-dən 15-i çıxdıqda ifadənin qiyməti 18 qalmış olacaq. İndi 1896-nın rəqəmlərinə görə kodlarını yazaq. Demək, A-nın kodu A kodunun hərfi A-dır. Bir kodunun, üzr istəyirəm, dilim dolaşdı. Bir kodunun hərfi A-dır. 8 R-dir. 9-u əl saxlayıram, bilmirəm. 6-nı da hələ ki bilmirəm. Buralardan yola çıx tapa bilərik. Demək, biz hər birini tapmışdıq. Bir dənə Firanı tapmamışdıq, eləmi? Firada 6981 olacaq, elə? 6981 olacaq, bəli. Buradan 9-u biz bildik ki, i-dir. Doğrudur. Altını da bilərik ki, F-dir. Bununla da biz tapdıq ki, bizim sözün kodu Arif imiş yoldaşlar. Daha sonra kodumuzun sözü Arif imiş. Bununla da C variantında doğru olduğunu müəyyənləşdirdik. Gəlirik, operator 12-ci sual. Operatorda demək, burada bir kvadrat, bir də bir durğu işarəsi var. Onların hər birinin fərqli bir əməliyyatı yerinə yetirdiyini bilirik. O zaman biz bunu biliriksə, nə edərik? Hər birinin fərqli variantı olduğunu düşünərək yola çıxarıq. Məsələn, baxıram ki, burada kvadrat nə işə yarayır? Kvadrat vurma əməliyyatını yerinə yetirir. Durğu işarəsi də toplama. Həqiqətən 5-i 2-yə vurduqda 10, 3-ü 4-ə vurduqda 12. Bunlar da toplayanda 23-ni alırıq. O zaman nə gözəl. 7-nin üzərinə 2 gələrəm, 9. 1-in üzərinə 3 gələrəm, 4. 9-u da 4-ə vurduqda ifadənin qiyməti 36 alaram. Bu çox asan idi. İndi daha da maraqlı bir sualın izahına gəlirik. Tərs operatorlar. Tərs operatorlar yoldaşlar. Bir çox müəllim heyətinin tərəfindən və ya tələbələr tərəfindən görünən səhv var ki, X, Y olaraq təyin edirlər və əvəz etmə edirlər. Mən onu tərəfində deyiləm. Tərəfdarı deyiləm. Bəli, mən də izahlarım zamanı bəzən izahlar verirəm. Tələbənin götürmə qabiliyyətinə görə mən o izahları verirəm, müxtəlif verirəm. Amma ən çox sevdiyim izah qaydası, özünüzü çaşdırmadan bir izah qaydası var. İndi onu sizə izah edəcəm. Demək, gəlin baxaq. Məndən soruşur 15 operator 5-in izahını tap, yəni nəyə bərabər olduğunu tap. Gətirərəm 15 A-nın qiyməti olduğu üçün, B də 5-in qiyməti olduğu üçün yerlərini təyin edərəm. Yazaram 15 operator 5 ifadəsi bərabərdir. A-nın qiyməti 15, üstə gəlinsin 5 minus
3 vurulsun. B-nin qiyməti neçədir yoldaşlar? 5'dir. Operator 15 ilə yerinə təyin elədik. Gəlin biz bunu həll etməyimiz üçün, bax, bunu həll etməyimiz üçün nə edərəm? 5 operator 15'i də tapmış olaram. Onun üçün gətirib bura 5, yenidən operator 15 ifadəsini yazaram. A, B-nin qiymətlərini yerinə qoyaram. A üstə gəl B deyildirmi? Bəli. 5 üstə gəl 15. Elə birbaşa 20 yazaq, olarmı? 20 çıxılsın. 3 vurulsun. Bax, diqqətli olun. İndi yenə də B-nin A-nı yerində dəyişəcəm. B burada 15'dir. Operator 5. Bunu həll edirik. Yoldaşlar, bax, buradakı var. Qırmızı qələmlə göstərim o hissəsini. Bax, buradakı 5 operator 15 hissəsi var. Mən elə onu bununla əvəzləyib, gətirib yerinə bunu təyin edə bilərəmmi? Yəni bunu gətirib bura qoya bilərəmmi yerinə? Bəli, edə bilərəm. Edə bilərəmsə, gəlin onda yazılır. Təzədən bax buranı köçürürəm aşağı. Olacaq 15 operator 5 ifadəsi bərabərdir 20 çıxılsın 3 vurulsun. Bax buranı yazaram. 20 çıxılsın 3 vurulsun elə nə? 15 operator 5 olarak saxlayıram. Tabi bunu bir də açmıram. Ehtiyac yoxdur. Səbirli olun, görəcəksiniz. Bax bu hissə ilə bu hissə ilə bu hissə eyni olduğu üçün mən bunlara bir A verərəm, X verərəm, Z verərəm. Nə istəyirsiniz verin, fərq etməz. Deyək ki, X verdik. Hesablayaram. X bərabərdir, yəni bura bərabərdir. 20 çıxılsın. 3'ü vuraram 20'ye. 60. Mənfi müsbət olduğuna görə mənfi olur. Mənfi mənfi müsbət verəcək. Burada bir X deyərəm. X də qoyaram buraya. Vəssalam. Bunu həll edə bilərikmi? Bəli. Müsbət 9x sola keçdikdə X-dən 9x çıxdıqda nə olacaq? Mənfi 8x olacaq. 20'dən də 40'a çıxdıqda neçə eləyəcək? Mənfi 40. Mənfilər ixtisar edər, daha doğrusu islah edər və X buradan bərabər olar müsbət 5'ə. Bu da bizim sualın izahı və bu da cavabı. Vəssalam. Bunu da bitirdik. Gəlirik artıq qanun uyğunluğu pozan yenə də ardıcılığa dair söykənən bir sualdır. Ədəd ardıcılığı gəlin burada tapaq. Nədir? Qanun uyğunluğu pozan bir hədd. Okey. Bir həddimiz demək bizim qanun uyğunluğu pozulmuş. Nədir bu belə? 7 artır, 9 artır. Çox güman 2 artıra gedir. 11 artmalıdır və bu 31 olmalıydı yoldaşlar. Sonra görə düz gəlirmi? 13, 15 və 17. Bəli, demək qanun uyğunluğu pozan ədəd burada 30 imiş. 30'un əvəzinə 31 olmalıymış əslində. Növbəti. Gəlirik 15-ci suala. Solda 12 ilə 3 verir, sağda 36 ilə 15 verir. Demək 12 ilə 3'ün bir dəfə hasilini göstərir. Bax, bura hasilidir, burası toplamıdır, cəmidir. 8 ilə 4 hasildir. Yəni 8 4'ün hasili 32 alırıq. Cəmi isə 12'ni verir. Bu gedişatla biz sonuna baxsaq 2 ilə 6'nın hasili 12, cəmi isə 8'i verər. Bir dəqiqə. Görüm hamısını cəmi verir. Hamısını cəmi verir. Burada yəqin rəqəm nəsə artıq düşüb. Yəqin 8 əvəzinə 80 düşüb. Sonra. Bunu düzəldək. Növbəti. Davam edirik. 16-cı sual. Bu da operatorlar və yaxud da cədvəllər. Cədvəlləri bilirik ki, cədvəllər mövzusunda ümumiyyətlə bir neçə mövzunu qarışdırır. Kənar hədlərə görə ortadakının tapılmasına ola bilər, qeyri-aşkar operatorlar ola bilər. Bu kimi mövzuları cədvəllərin içərisində də verirlər. Nə edir? 4 ilə 12'ni toplayıb 16 eləyir. Sadəcə olaraq sonuncu rəqəmini qeyd edir. Baxın, 9 ilə 8 17 eləyir, sonuncu rəqəmini qeyd edir. 5 ilə 9'u cəmləyib 14 sonuncu rəqəmini cəmləyib və bu qayda ilə N, A, H-ı biz tapmalıyıq. N-i tapmaq üçün 4'ün üzərinə 9 gələr 13, demək N-imiz elədir 3. 8 ilə 12'nin cəmi eləyər 20, sonunu yazaraq biz 0. Növbəti H var bir də. Haradadır bu H? 5 ilə 12'nin cəmində 17, sonunu biz 7 yazarıq və 3'ünü topladıqda ifadənin qiyməti 10 etmiş olacaq. Növbəti baxırıq. Görək nə suallarımız var bizim. Belə bir cədvəlimiz var 17-ci sualda. Bizə deyir ki, 17-ci sualda demək 7, 2, 4, 9 hər birində müəyyən ədədlər verir və bunların deyir arasında bir bağlılıq var. Fikir verirsiniz deyir. Bu demək ki, bunlar bir-biri ilə nədənsə bir-birinə əlaqəlidir. Nədən əlaqəliymiş? Hamısında verilən ədədlərin cəmi müəyyən bir ədədə bərabərdir. Fikir verin, neçə eləyəcək yoldaşlar? 20 eləyir mi hamısı?
Hamısı 20 eləyəcək. Hesablayın. Sorry, 22'yi bağışlayın. 9, 12, 11, 11, 22 eləyir. Hər birinin cəmi 22 eləyir. Hər birinin cəmi 22 eləyir. 22 eləmək üçün bura neçə çatmır? 9 çatmır. Bu da bizim bu cədvəlin həlli qaydası. Növbəti. Belə bir cədvəl mövzusu var. Bu cədvəldə bizə nə görəcək, nəyə şahid olacağım? Ən təpə nöqtəsində dayanan ədədlər bir-birinə, ədədlər və ya ədədlərin cəmi bir-birinə bərabərdir. Bura 5'dir, 5 5'e bərabərdir. Bura neçə eləyəcək yoldaşlar? 10 eləyir. Bura da 10 eləyəcək. Bunlar da bir-birinə bərabərdir. Növbəti. Bura toplayanda 15 eləyir. Burada 15 edəcək və 15 də 15'e bərabərdir və sonda 5 5 arta gedir. 5, 10, 15 və burada toplam 20 eləməlidir. 20 eləmək üçün neçə çatmır? Gəlin hesablayaq. 11, 12, 16, 18 və 2 rəqəmi çatmır buraya yoldaşlar. Növbəti. Gəlirik mənim özümün ən çox sevdiyim bir mövzu olan ədədlər üzərində hesab etmələri mövzusuna. Ədədlər üzərində hesab etmələri mövzusunda demək bizdə belə bir ifadə verib, K-L-K-nı vur, 3 rəqəmli 1 2 rəqəmliyə vurur və burada bir ipuçları verir və sonra bizə deyir K-L-F-M-P-nin cəmini tapın. Yoldaşlar, hardan görək yola çıxa bilərik? Ümumiyyətlə 3 rəqəmlini 2 rəqəmliyə vurub və hər biri də məhsuldur və burada hər hansı bir hələ ki ipucu yoxdur. Gəlin baxaq. Lakin mənə deyir ki, L-i K-ya vurduqda ifadənin qiyməti L ilə bitər. Aha, aha. Mən buradan bir yol tapa bilmərəm. Demək, açar nöqtəmizi tapdım. Deyir ki, K, L, K-nı fikir verin. K-ya vurduqda elə K, L, K eləyib. Demək, K, L, K-nın neçə olmağını asılı olmayaraq bir ədədi hər hansı bir ədədə vurub özünü alırıqsa, həmin o K burada avtomatik 1 deməkdir. Nəyisə bilə vurursansa, özünü alırsansa, demək vəssalam, məlumdur hər şey. O zaman K-ların yerə mən eləcə bir 1 yazaram. Əla. Burada bir 1 yazaram, burada 1 yazaram, 1 yazaram. İnanın bu bizə kömək eləyəcək, görəcəksiniz. Gəlin elə kömək elədi. L-in neçə olmağından asılı olmayaraq, yoldaşlar. 1-in üzərinə 1 gələndə biz P-ni tapdıq ki, neçədir? 2-dir. Bura 1 imiş. Bura 2-dir, yazdıq. İndi gəlin zəhmət olmasa, bu F çox güman 3 olacaq. 3 olaraq şübhələnirəm, amma çünki 2 deyilsə, 1-in üzərinə 1 gəlir, diqqətli olun, baxın. 1-in üzərinə 1 gəlib, 2 eləyir. Yaddaşda çox güman 1 də var imiş ki, biz onu 3 olaraq qeyd edə bilirik. Heç bir 2 rəqəmini toplayanda hardan bildim bil gəlir, qalır yaddaşda. Heç bir 2 rəqəmini toplayanda yoldaşlar, 2 ifadəni toplayanda 20 neçə eləyə bilməz. 21, 20, 22 eləyə bilməz. Niyə? Çünki ən böyük rəqəmlərin cəmi 17-də dayanır. Fərqli rəqəmlərin cəmi ən böyük. Bu necə 20 eləyə bilər? Demək 10 neçə eləyirmiş və birini yazıb, rəqəmini yazıb təkli mərtəbəsindəki onluq mərtəbəsini saxlayıb 1 və 1-in cəminin üzərinə gəlib. Demək M də tapdı ki, 3 imiş. Növbəti L və F qalır. Və onlar yaxşı ki, yəni verməyib bizə. İndi gəlin, zəhmət olmasa biz tapaq görək. Bu L-imiz neçədir yoldaşlar? L-imiz neçədir? Hər hansı bir ədədi vurub, bax onun açar nöqtəsi harada olacaq bilirsiniz? Bax, burada olacaq. 1, L, 1, vurulsun L, yazıb aşağıda. L, 1, F, 1. Bax, açar nöqtəmiz buradan çıxacaq, fikir verin. L-i 1-ə vurub, L özü qalıb. Aha, indi diqqətli olun. L-i L-ə vurub, sonu 1-lə qutaran ədəd edir. Gəlin diqqətlə yazaq. L vurulsun L. Neçə rəqəmli ədəd edir bilmirəm. Çox güman ki 2 rəqəmli eləyəcək zaten. Amma sonu 1-lə qutaracaq. Bu hansı ədəddir? 9 ola bilər yoldaşlar. Həqiqətən 9-u 9-a vuranda 81 eləyirmi? Düzdür. Başqa ağlınıza gələn bir ədəd var. O ədədi eyni 2 ədədi bir-birinə vurduqda sonu 1-dən qutarsın. Mənim ağlıma gəlmir. Varsa deyilsiz. Onda mən bura 9 yazıram. Buranı da 9 eləyərəm. Bax bu hissələri 9 eləyərəm. Buranı da 9 eləyərəm. Hesablayarım. Elimiz 9'dur, bura 9'dur, bura 9'dur. 9'u 1'ə vurduqda 9. 9'u 9'a vurduq 81. 1'i yazdı 8 yadda. 9'u 1'ə vurduq. Elədi. 9 üzərinə 8'i gəldik. F-in də yenə biz 7 yaza bilirik yoldaşlar. Tutardı 7. Gətirib həll eləyərəm. 10, 12. İfadənin qiyməti eləyər 22 yoldaşlar. Bu da belə. Ümid edirəm buna başa düşdünüz. Növbəti tərəzilərə gəlirik. Tərəzinin ümumiyyətlə mən öz mövzularımda, dərslərimdə keçərkən ən çox olan 4 gedişatı izah edirəm. 1. Toplama qaydası. Toplamanın özü 2 yerə bölünür. Çarpaz və alt-alta toplama.
Bu toplama qaydasının 2 əsas nöqtəsidir. 2. Qiymətləndirmə. Nə zaman qiymətləndirərik? Hamısını dərslərimizdə izah edirik. 3. Əvəz etmə və yaxud da islah, ixtisar. 4. Tənlik qaydası. Elə suallar var ki, yuxarıdakı ilk üçlüklə heç bir əlaqəsi tapılmır. Yalnız 4-cü qayda ilə tənlik qaydasına tapılır. Gəlin bir buna baxaq. Mən çox güman ki, düşünərəm alt-alta toplayım. Niyə? Çünki hər birində olan t-ləri ixtisar eləyərəm. Məsələn, burada 3 dənə t, bundakı 3 dənə t ilə ixtisara gedər. Bundakı v o ilə, bundakı v o ixtisara getdikdə solda nə qalacaq? Solda bir dənə v qalır. Sağda da bir dənə t qalır. Demək, v t-yə bərabərdir. V t bərabərsə, deyək ki, hər birinin çəkisi 1 kiloqramdır. Onda biz gəlirik, mütləq şəkildə o-nun da burada fərqli bir hərf var. Onun da qiymətini tapaq. Gəlin silək və onun neçə kiloqram olduğunu bilək və birindən yola çıxaq. Deyək ki, t-miz 1-dir. Onda burada 4 kiloqram edəcək. Onda onun neçə olduğunu tapmaq üçün 1 üstə gəl 1, 2, 2 üstə gəl o hərfi bərabərdir 4. O da buradan bərabərdir. 4 çıxılsın 2, 2-yə bərabərdir. İndi 2-nin üzərinə 2 gəlib. Bura 4 kiloqram edirsə, bu da ona bərabər olmasın, bu da 4 kiloqram etməlidir. Yeganə 4 kiloqramı verən, yanlış getdik, nəysə, bir dəqiqə. 3, 1, 0, 2 kiloqram, 2 kiloqram, 4 kiloqram, burada 4 kiloqram eləmək üçün VT-yə bir-birinə bərabərdirsə, bura 4 kiloqram eləyir, axı bu da 4 kiloqram elədir, nətər oldu? Yəqin variantlardan birində yanlışlıq gedib ola bilsin ki. Sonra kimi burada 3 dənə T yazılmalıymış, sorry, 3 dənə T yazılmalıymış. Biz bunu indi düzəldək. 4 dənə yazılıbmış, sorry. Bəli, burada isə 1 üstə gəl, 2 üstə gəl, 1, 4 kiloqramı verir yoldaşlar. Bu da belə, bunu da bitirdik. Davam edirik. Qələmlə silin buranı. Yenə də son bir dəqiqəmiz qalıb. Çatmayacaq 10 dənə sualın izahına təbii ki. Ona görə mütləq şəkildə biz bir dənə də qoşulacaq, oldu mu? Elə istəyirsiniz indidən ayrılan, zəhmət olmasa yenidən qoşularsınız dərsə. Həmənki linklərdə gözləyirəm sizi.